Təbii ki, funksiyamız oxşasalar da, lakin işləmə prinsiplərinə görə fərqlənirlər. Replace və substitute. Hər ikisi mətn daxilində müəyyən bir hissəni dəyişə bilir, verilən məlumatlar dəyişə bilir. Lakin replace funksiyasında başlanğıc mövqe və neçə simvol dəyişdiriləcəyi göstərilir. Yəni, mətnin konkret hissəsini texniki olaraq dəyişmək lazım olduqda istifadə olunur. Substitute funksiyası isə mətnin daxilində müəyyən sözü və ya simvolu axtarıb taparaq bizim verdiyimiz simvollarla və yaxud da sözlərlə dəyişdirmək üçün istifadə olunur. Replace-dən fərqli olaraq burada mövqe yox, konkret axtarılan hissə əsas götürülür. Məsələn, bir sözü başqa sözlə əvəz etmək üçün çox faydalıdır. Gəlin funksiyalarımızın işləmə prinsiplərinə baxalım. Bərabərdir, replace, old tekstimiz, misal üçün C15 xanasında yerləşir. Vergül, deyək ki, bizim dəyişəcəyimiz hissə 8-ci karakterdən başlayır və 7 karakter dəyişəcəyim və dəyişdiyimiz hissə isə deyək ki, sözü ilə dəyişək. Funksiyanı mötərizə ilə bağlayıb enter toxunduğumuz halda dəyişmiş olur. Dəyişiklik nədən ibarətdir? Biz köhnə mətnimizi oxuyuruq. Mətndə hissəni başqa hissə ilə əvəz edir. Cümləsi mətndə sözləri başqa hissə ilə əvəz edir olaraq dəyişir. Burada hissəni sözləri ilə əvəz etmiş olur. Substitute isə substitute qeyd edək. Burada bizim tekstimiz, biz tekst formasında, dırnaq içərisində tekst formasında yaza bilərik və yaxud da məlumatımızın yerləşdiyi xanada seçib vergül vasitəsilə misal üçün deyək ki, biz sözü dırnaq içərisində sözü qeyd edək, dırnağı bağlayıb, vergül, təzə sözümüzü qeyd edirik, ifadəsi, dırnağı bağlayıb, mötərizəni bağlayırıq. Daha doğrusu, burada bir növ əlavə arqument də var, onu da izah edəcəm. İndi biz mötərizəni bağlayıb, enter toxunduğumuz zaman məlumatımız dəyişmiş olur. Mətndəki sözü başqa sözlə əvəz edir. Mətndəki ifadəsini başqa sözlə əvəz edir. İfadəni qeyd edək bunu. Mətndəki ifadəni başqa sözlə əvəz edir. O formasında dəyişmiş oldu. Burada əlavə bir şey də deyim. Misal üçün deyək ki, biz mətn daxilində bir söz təkrarlanarsa, onun birini dəyişmək istəyiriksə və yaxud da hansısa bir dediyimiz kimi mövqeyə görə dəyişmək istəyirsə, replace-dən istifadə edirik və yaxud da mətn daxilində istifadə olunmuş təkrar şeyləri dəyişmək istəyiriksə, məlumatları dəyişmək substitute-dən istifadə edirik. Misal üçün, biz burada substitute qeyd edirik, tekstimizi buradan götürürük, vergül, old tekstimizi tutaq ki, repeat, bağladıq, deyək ki, yeni sözümüzü seçirik exe, vergül, daha doğrusu belə bağlayaq, indi isə baxaq. Olmadı, repeat. Biz bu case sensitive olduğu üçün dəyək yazmalıyıq, repeat. Daha doğrusu böyük hərflərlə. Gördüyünüz kimi, repeat sözləri exe olaraq dəyişmiş oldu. Əlavə olaraq da burada əlavə bir arqument vardır ki, biz ondan istifadə edərək təkrarın, neçənci təkrar olunmuş ifadənin sayına uyğun olaraq, daha doğrusu sırasına uyğun olaraq dəyişə bilərik. Misal üçün, biz 4-cü repeat sözünü exe ilə dəyişmək istəyiriksə, bunu 4 olaraq qeyd edirik və gördüyünüz kimi 4-cü repeat sözü exe olaraq dəyişmiş olur. Əlavə olaraq sonuncu funksiyamızı seçəcək, deyək ki, trim. Trim funksiyası artıq boşluqları mətndən silir. Adətən sözlər arasında normal bir boşluq saxlanılır və əlavə boşluqları isə təmizləyir. Məlumatlar təmizlənməsi mərhələsi ən çox istifadə olunan tekst funksiyalarından biridir. Misal üçün, biz trim seçib, burada tekstimizi seçsək, bağlayırıq, görürük ki, tekstimiz sağa doğru çəkilmiş olur. Çünki tekstimizin daxilində gördüyümüz kimi
boşluqlar vardır. Deyək ki, burada əlavə etsək, yenə həmin şey olacaq. Və yaxud da sözlər arasında boşluqları artırsaq, olduğu kimi qalacaq. Çünki kənarlardan, trim funksiyası kənarlardan da boşluğu silir və sözlər arasında da əlavə boşluqları silərək yalnız birini saxlayıb öz işini görmüş olur. Beləliklə, 3-cü dərsimizin sonuna gəldik. 3-cü dərsin birinci hissəsində number, styles, cells, heading qrupları, ikinci hissəsində isə text funksiyaları ilə tanış olduq. Videoları bəyəndinizsə, seriyanın davamı üçün bəyənməyi və şərh yazmağı unutmayın.